Deməli uşaqlar, ərəblər Azərbaycanı işğal edəndən sonra təbii ki də Azərbaycanlı əhali ərəblərə qarşı etiraz çıxışlarına başladı. Bunun da səbəbləri nə idi? Yəni niyə Azərbaycanda ərəb əsarətinə qarşı çıxışlar baş verdi? Səbəb nə idi? Birincisi təbii ki də ərəb əhalisinin Azərbaycana köçürülməsi, yəni ərəblərin köçürmə siyasəti idi. Yəni niyə ərəblər bizə gəlsin? Yəni məntiqsizdir. Əhali təbii ki də bundan narazı olar, yerli əhali. İkincisi təbii ki də ərəblərin ağır vergi sistemi idi. Üçüncüsü, məmurların özbaşınalığı idi. Hansı ki, ərəb məmurları istədikləri kimi ölkədə yaşayırdılar, ölkəni idarə edirdilər. Dördüncüsü də yerli feodalların mülk və imtiyazlarının məhdudlaşdırılması. Yəni bizimkilərin, özümüzün, öz yerli məmurlarımız öz mülklərindən, öz imtiyazlarından istədikləri kimi istifadə edə bilmirdilər. Baxın, bütün bunlar ərəblərə qarşı ölkədə üsyanların baş verməsinə gətirib çıxartdı. Deməli, ərəblərə qarşı ilk üsyanlar Ərdəbildə baş vermişdi birinci üsyan. Hansı ki, bunu bayaq da demişdik, 644-645-ci ildə bu ərəblərin ilk sülaləsinə, yəni ilk xəlifələrə qarşı, Rəşidi xəlifələrə qarşı olmuşdu, lakin bu üsyan yatırılmışdı. İkinci üsyanımız Müsafir üsyanı idi. Hansı ki, 8-ci əsrin ortalarında, yəni 748-752-ci illərdə olmuşdu. Birinci Əməvilərə qarşı, daha sonra isə Abbasilərə qarşı olmuşdu. Bu üsyan da yatırılmışdı. Müsafir üsyanı da uşaqlar Beyləqanda olub. Baxın, Beyləqana da baxaq xəritədə görürsünüz bura. Kürlə Arazın ortasındakı ərazi. Dediyimiz kimi bu üsyan da yatırılmışdı. Ərəblərə qarşı ən böyük üsyan isə Xürrəmlər üsyanı idi. Hansı ki 778-də başladı, 837-də bitmişdi Xürrəmlər üsyanı. Uşaqlar, Xürrəmlər üsyanı 778-ci ildə başlamışdı. Yəni Xürrəmlərin ilk üsyanları 778-808-ci illəri əhatə edirdi və bu üsyana Əbu İmrandan Cavidən başçılıq edirdi. Və Xürrəmlər üsyanının ilk üsyanları uğursuz olmuşdu. Yəni 808-ci ildə ərəblər Xürrəmləri məğlub etmişdi. Deməli uşaqlar, Xürrəmlər ərəb zülmünə qarşı idi. Ərəblərin Abbasilər sülaləsinə qarşı idilər. Abbasi, bunu yadda saxlayın. Əməvi falan yazsa səhvdir. Abbasilər sülaləsinə qarşı idi. Məzdəklər hərəkatı keçmişdiyi vaxtı ikən. Baxın, o Məzdəklər hərəkatının davamçısı kim idi Xürrəmlər? Çünki ikisi də nə istəyirdi? Mövcud dövlətin zülmündən qurtulmaq istəyirdilər. Məzdəklər Sasanilər zülmündən qurtulmaq istəyirdilər. Xürrəmlər də ərəb zülmündən qurtulmaq istəyirdilər. Bundan başqa, baxın uşaqlar, Xürrəmlər üsyanı İslam dininə qarşı deyildi. Yəni İslamla bir problemi yox idi üsyanın. Üsyanın ərəblərlə idi problemi, ərəb zülmünə qarşı idi. Yaxşı. Bundan başqa Xürrəmlər üsyanının ən güclü hakimi Babək olmuşdu. Hansı ki Babək 816-da gəlib üsyana başçılıq etməyə başlamışdı. Burada nəyə diqqət eləməlisiniz? Xürrəmlərin ilk məğlubiyyəti 808-də oldu. Bunu yadda saxlamalısınız. Bir də Xürrəmlərin ən güclü başçısı isə Babək oldu. Yəni Babəkə yazar ki, Xürrəmlər üsyanı Babəkin dövründə başlamışdı. Xeyr, bunu qeyd kimi yazın. Xürrəmlər üsyanı başlayıb Əbu İmranla Cavidanın dövründə. Onlar sadəcə məğlub olublar, sonra Babək başçılıq edib üsyana. Babəkin dövründə də uğurlar əldə ediblər bir sıra. Yaxşı. Yəni sizə desək ki, Xürrəmlər üsyanı Babəkin dövründə başlayıb, deyəcəksiniz, xeyr. Babək güclü başçısıdır sadəcə üsyanın. Sonra üsyanda uşaqlar demək olar ki, Azərbaycandakı bütün əhali iştirak edir. Yəni əhalinin bütün təbəqələri üsyanda iştirak edib. Kəndlisi də, yoxsulu da, varlısı da, şəhərlisi də, hamısı. Yəni birdən sizi saçdırmaq üçün yazar ki, Xürrəmlər üsyanında sadəcə kəndlilər iştirak edib, sadəcə şəhərlər iştirak edib. Yox, bütün təbəqə iştirak edib üsyanda. Bunu da yadda saxlayın. Uşaqlar, Babək hakimiyyətə gələndən sonra, yəni ki 816-cı ildən sonra Sünnik idi, Bərdə idi, Beyləqan idi, bir də Arsaq idi. Bu ərazilər nə edir? Ərəblərdən azad edir. Yəni döyüşlər nəticəsində bu ərazilər ərəblərdən alır. Bu kimin kitabında başqa cür yazılıbsa, onu düzəldər. Yaxşı. Deməli bu hadisə Babək hakimiyyətə gələndən sonra 816-cı ildən sonra olub. Yaxşı. Bu ərazilərə baxaq. Baxın, Bərdə. Görürsünüz, Bərdəni azad edib. Sonra Beyləqan. Baxın, Beyləqanı. Arsaq deyəndə, baxın, uşaqlar Qarabağ nəzərdə tutulur. Bir də buranı azad edib. Təbii ki, ərəblər bu xəbəri eşidəndən sonra əsəbləşirlər. Ona görə də 819-cu ildə ərəblər ilk dəfə nizami şəkildə bir ordu göndərirlər Xürrəmlərin üzərinə. Həmin vaxtı ərəb hökmdarı kim idi? Əl-Məmun idi. Əl-Məmun 819-cu ildə Xürrəmlər üzərinə nizami ordu göndərirlər. Lakin Xürrəmlər bu ordunu nə edir? Məğlub edirlər. Yəni Xürrəmlər qalib gəlir.
829-cu ildə isə ərəblərlə xürrəmlər arasında birinci Həştadsər döyüşü olur. Birinci hansı döyüşdür? Həştadsər 829-da. Bu döyüşün baş vermə səbəbi Bəz qalası idi. Bunu da deyək ki, Babək hakimiyyətə gələndən sonra onun iqamətgahı Bəz qalası olmuşdu. Bəz qalası da harda yerləşir desək, baxın. Bu Ərdəbili görürsüz. Baxın, Ərdəbilin düz bu hissəsində, yəni Qara Dağ ərazisində yerləşir. Görürsüz, Ərdəbildən biraz yuxarıda yerləşir. Elə Həştadsər döyüşünün, birinci Həştadsər döyüşündə baş vermə səbəbi Bəz qalası idi. Ərəblər Bəz qalasına hücum etmişdilər, Bəz qalasını ələ keçirmək istəmişdilər. Lakin birinci Həştadsər döyüşündə Babək, yəni ki, xürrəmlər qalib gəlir, imkan vermir ki, ərəblər Bəz qalasını ələ keçirsin. Elə bundan bir il sonra 830-cu ildə 1-ci Həmədan döyüşü olur. Yenə ərəblə xürrəmlər arasında, yəni Babəklə ərəblər arasında olur. Bu döyüşdə də Həmədan şəhəri uğrunda gedir müharibə və yenə də Babək, yəni ki, xürrəmlər qalib gəlir və ərəbləri məğlub edir. Artıq bu zaman ərəblər ayılır ki, bu adi bir üsyandır da, adi bir əhali bizi məğlub edir, biz böyüdə dövləti. Ona görə başlayır tədbirlər görməyə. Həmin vaxtda da ərəblərdə hökmdar Əl-Möhtəsim olur. Xəlifə Əl-Möhtəsim. Xəlifə Əl-Möhtəsim nə edir? Hansı ki, bu dövrdə Bizansla müharibə aparır, bu müharibəni dayandırır. Bütün qoşunların hamısını hara göndərir? Xürrəmlər üzərinə göndərir və orduda nizam-intizam yaradır. Bundan sonra isə 833-cü ildə yenə 2-ci Həmədan döyüşü olur. Görürsüz, Həmədanlar uşaqlar bir-birinin ardıncadır. 3 il fərq var aralarında, elə yadda saxlayın. 3-cü Həmədan döyüşündə isə işlər biraz dəyişir. Artıq bu döyüşdə xürrəmlər yox, kim qalib gəlir? Ərəblər qalib gəlir. Çünki axı orduda nizam-intizam yaratmışlar, bütün ordunu göndərmişlər xürrəmlər üzərinə, ona görə. Deməli, bu döyüşün ardınca 835-ci ildə ərəb ordusu xürrəmlər üzərinə göndərilən ordunun başçısını Afşin təyin edir. Afşin də kim idi? Türk sərkərdə idi, ərəb dövlətinə xidmət edirdi. Deməli, 835-də Afşin gəlir, ərəb ordusuna başçılıq etməyə başlayır və orduda dəyişikliklər edir. Nə edir bu Afşin? Öz iqamətgahını köçürdür, yəni ərəblərin iqamətgahını köçürdür Bərzənd qalasına. Bu da ərəb ordusunda nizam-intizam yaradır. Bərzəndlə Ərdəbil arasındakı yolları, qalaları bərpa etdirir. Xürrəmlərin üzərinə kəşfiyyat dəstələri göndərir ki, görüm onlarda vəziyyət necədir, biz necə onları məğlub edə bilərik. Bir də ki, Babəkin yaxın adamların başlayır nə etməyə, sui-qəsd nəticəsində öldürməyə ki, Babəki içəridən nə etsin, sarsılsın. Bir də ki, bu varlılar var idi, Babəkə pulla kömək edən şəhər əhalisi. Həmin o əhalini də öz tərəfinə çəkməyə başlayır Afşin. Bu da təbii ki, Babəkin vəziyyətini nə edir? Yavaş-yavaş pisləşdirməyə başlayır. Afşin hakimiyyətə gələndən sonra 836-cı ildə ikinci dəfə Həştadsər döyüşü olur. Amma bütün bunlara baxmayaraq bu döyüşdə Babək, yəni xürrəmlər qalib gəlir və hətta ərəblərin bir sıra ordusunu, canlı qüvvələrini, pullarını falan nə edir? Öz əllərinə keçirdilər xürrəmlər. Deməli, bir il sonra 837-ci ildə Afşin ərəb ordusunu göndərir Bəz qalasına və Bəz qalası mühasirəyə alınır. Bəz qalası da bilirik ki, Babəkin iqamətgahı idi, Babəkin yatıb durduğu yer idi, belə deyək. Deməli, Bəz qalasını alır mühasirəyə və Afşin Babəkə deyir ki, gəl, sən də türksən, mən də türkəm, neyniyək, gəl, sülh müqaviləsi imzalayaq. Təbii ki də Afşin Babəkin alagözünə aşiq deyildi. Burada bir məqsədi var idi Afşinin. Məqsədi nə idi? Görür ki, xürrəmlər həqiqətən də güclüdürlər. Deyir, biz bu gücdən istifadə edək. Babəki öz tərəfimizə çəkək. Ərəblərlə Bizans müharibəsində xürrəmlərdən istifadə edək öz tərəfimizdə. Təbii ki də Babək bunu bildiyi üçün, Babək uzaq görən adam idi. Ona görə Afşinin bu sülh təklifini qəbul etmir. Hətta orada bir maraqlı bir şey var. Babəkin oğlu ona deyir ki, deyir, ata, nə qədər day döyüşək, gedək biz təslim olaq da, sülh imzalayaq onlarla. Babək də deyir ki, 40 il qul kimi yaşamaqdansa bir gün ağa kimi yaşamaq daha yaxşıdır. Nə deməkdir uşaqlar bu? Bilir ki, ərəbdən asılı olsa, ərəb nə desə onu deməlidir, onu etməlidir, düz deyil, qul kimi yaşamalıdır. Amma o onu üstün tutmur. Deyir ki, bir gün yaşayayım, onda da azad yaşayayım. Yaxşı. Elə həmin ildə 837-ci ildə Bəzd ətrafında ərəblərlə xürrəmlər arasında döyüş olur. Bu döyüşdə təbii ki də Afşinin ordusu, yəni ki, ərəblər qalib gəlir. Ərəblərin qalib gəlmə səbəbi də mancanuqlardan istifadə etmələridir. Mancanuq bilirik, məncə cizgi filmlərdə falan da görərsiniz uşaqlar. Qala divarlarını dağıtmaq üçün daş və yaxud da ki, yanar maya atan qurğudur. Şəkilin internetdə yazsınız, görəcəksiniz nədir.
Deməli, bu döyüşdən sonra Babək qalır əlacsız, deyir, neyniyim, üst tutur, gedir Bizansa doğru. Deyir ki, mənim köməyimə çatsa Bizans çatacaq. Deyir ki, gedim Bizansdan ordu falan alım, təzədən ərəblərə qarşı vuruşum. Bu zaman Babəkin yaxın dostu olan, silahdaşı olan Səhl ibn Sumbat Babəki tutur, aparır, verir ərəblərə. Nə üçün bunu edir? Təbii ki, pul müqabilində. Çünki ərəblər demişdilər ki, kim Babəki tutub gətirib bizə versə, biz onlara küllü miqdarda pul verəcəyik. Beləliklə də 838-ci ildə Babək Samirə şəhərində qətlə yetirilir ərəblər tərəfindən. Xürrəmlər üsyanının bitməsi 37-dir, Babəkin öldürülməsi 38-dir. Görünür ki, Xürrəmlər üsyanı əslində sonda qalib gələ bilmir. Qalib gəlməmə səbəbi də nə idi? Təbii ki də yerli feodalların, yəni ki, elə Babəkin öz adamlarının ona xəyanət etməsi idi. Sonra və ordu cəhətdən də Xürrəmlərin daha zəif olması idi. Çünki ərəb o boyda dövlətdir, bu sadəcə üsyanda, adi əhalidə üsyan qaldırıb. Yəni ordusu təbii ki də ərəblərin daha çox idi. Amma uşaqlar, buna baxmayaraq Xürrəmlər üsyanı nəticəsiz qalmadı, nəticəsi oldu. Çünki bu üsyan görün neçə il davam edib də, bu üsyan ərəb dövlətini sarsıtdı və ərəb dövlətinin zəifləməsinə və parçalanmasına gətirib çıxartdı.